Sənə Xırdalanda bir ev tapmışam ki, evimiz kupçalı ipoteka yaradı. Qanuni 3 otaq. Qardaş, Xırdalanda belə bir ev az sayda çıxır satışa. Özə qiyməti də kvadratına uyğun qiymət. Hər birini salamlayıram, təqdimata başlayaq. Evin əsas giriş hissəsi buradır. 115 kvadratdan ibarət qanuni 3 otaq sənəd kupçası hazır əldə. Əsas giriş hissəsində belə bir prixoj mebel yığılıb axıra qədər. Bu hissədə də ayaqqabı şkafı yığılıb, giriş hissəsi buradır. Dəhlizini görürsünüz necə geniş və səliqəlidir. Bizi qarşılayır burada evin yataq otağı, qanuni 3 otaq, prospektə baxışı olan bir mənzildir. Əsas prospekt yoluna baxışı var. Burada yerləşir evin yataq otaqlarından biri və birincisi. Yenidən qaydırıq evin dəhliz hissəsində. Mən sizə göstərirəm. Evin hamam və ayaqı olsun. Hər biri ayrı-ayrıdır və bugünkü gün düşmə bir qiymətə satılır. Burada da hamam otağıdır. Mərtəbə isə nə birdir, nə sondur, nə belə deyim, hündürdür. Orta mərtəbə. Orta. Daha sonuncu birinci mərtəbə zıddır. Orta mərtəbə düşmə qiymətə. Burada da yerləşir evin ikinci yataq otağı. Qanuni 3 otaq sənəti kupça. Kupça hazır əldə. İpotekaya yararlı. Keçirik buradan evin geniş, möhtəşəm qonaq otağına. Və nəzərinizə çatdırım ki, burada da yeri var. Bu görünən yerdə də yeri var. Hələ mənim bir yadımdan çıxıb. Bu təzə almışam bunda hələ. Gördüyün bu hissələr qəşəng, səliqəlidir. Yer parketdir. Tam təmirli köç yaşa bir vəziyyətdədir. Köç yaşa bir vəziyyətdədir. Hətta bunun işıqları da yanır mən bilən. Bunların da işıqları yanır. Gördüyüm bunların. Tam təmirli, kupçalı bir mənzildir. Yenidən qayıt dəhliz istəsən, dəhlizini göstər. Gör necə fərahdır. 115 kvadrat, 3 otaq, qanun özü. Burada da yerləşir evin mətbəx hissəsi. Gördüyün, mətbəxin də özünün müstəqil pəncərəsi, prospektə baxan. Mətbəx hissəsi buradır. Bu yol prospekt yoldur, əsas. Göstərməyə ehtiyac yoxdur. Burada da yerləşir. Görüm, oradan asılır. Evin balkonu. Bax, balkonuna çox geniş bir dənə dolabı yığılır. Burada da prospekt yolu, binanın qarşısı. Qaydırıq. Prospekt yolunu göstərmirəm bəzi səbəblərə görə. Qaydırıq yenidən dəhlizə. Deməli, 115 kvadrat 160 min manat endirim nəzərdə tutulub. Gəlib, baxıb, real yerində alan adamlara. Evdə qalacaq mətbəx mebeli, kombi, sanuzelin aksesuarları və bəzi bir-iki əşyalar. Gəlin yerində baxın, razılaşaq. Hər şey əladır.